bizim dövrümüzdə uşaq gəlib cırmaqlayıb çıxırdı üstüvə, təpikləyirdin atın yanında. Olmaz. Biz and olsun Allaha, atamın yanında çörək yeyənmirdik. Ya əlimizdən qaşıq düşürdü, ya özümüzü idarə eləyənmirdik. Atamda o qədər vahimə vardı. Uşaq var, atasına deyir ki, spичку və siqaretimi yandırıb. Hacı getmək elə, mənim pulum var, gedək yox. Taxılı zəmisi bitib, deyiblər ki, sənin boynuna hac gəlir, getməlisən. Nə belə çalıb oynamaq olar? Nə belə çalıb o? Nə belə xalqar istiyorlar? Novxanada cəmi 5 dənə qaz 21 Volga vardı. Hindi hər qapıda 3'ü var, 2'si var. Nə üçün? Onlar zəhmətlə alınmayıb. Sən eğer salamat adamsan, sən petruşluyu ver qayıtdalarda, sənin neyvə yerəydi səni qarşılayan kimdir? Bu deyib ki, yəni kişi olsun, ha, mənə qarşılayan. Novxanlı Mirzəbala olub. Avtoritet qəzetində onun haqqında böyük statyası var. Mirzəbalasın türməyə dəvətnamə gedib. O türmənin böyüyünə söz alıb, girib yanına, deyib ki, belə bir adamın toyudur, mən ora getməliyəm. Gedə bilərəm, yox ha, deyib mən ora getməliyəm. Türmədən qaz 51 ilə 40 nəfər adamla çıxıblar, gediblər Maşdağıya toya. Sonra toydan qazanlarda yemək qoyublar türmədəkilər üçün. Kərim Kərimov, Pirşaxlı, Baykanurun böyüyü. Baykanurda o peçatın vurmasaydı, bir dənə raket yuxarı qalxmırdı. Mənim babamın bibisi oğlu idi. Birinci zil gəlib Bakıya 2 dənə. Əhməd Aradadırda zil var, o həmin zildir çəkilib ora. Nizam tərəzisi var, o zerkal nesiredini deyirlər. Kökləmək var, ələ danışırsan gerək ki, nə şiş yansın, nə kebab. Və cəəlna min beyni eydihim səddən və min xalfihim səddən fəxşeynahum fəhüm laibsirun. Novxan kəndi Nov 9 deməkdir. Xanə məkan bildirir. Yəni 9 evdən ibarət olub. Haçansa təxminən bir 12, 13, 14, 15 əsr bundan qabaq. Özdə bu kənd olub əvvəlcə deməli Binəqədi tərəfdən gələndə bir 4 kilometr bura qalmış. Orada bulaqlar var. Onu köhnə kişilər bilir. Mən yerini də tanıyıram. Orada qoyun otarmışam, qoyun sulamışıq biz orada. Bulaqlar vardı. Deməli zəlzələ nəticəsində o kənd dağılıb. Sonra oradan cəmaət gəliblər bura. Burada da deməli Novxanıdan saraya gedən yolun üstündə yenə də bulaqlar var. Bulaq da su həyat deməkdir də. Əvvəl gərək su olsun ki, sonra başqa şeylər qurulsun. Bu bulaqlara görə burada kənd salınıb, buradan sonra inkişaf eləyib belə böyüyüb kənd. Orxan Fikrətoğlu kənddə çəkiliş eləyirdi. Orada bunu mən danışdım. O qəşəng də televizorda verdilər o vaxtı onu, təxminən bir 10 il bundan qabaq. Deməli olan şeydir o. Bir var şişirdəsən, bir də var həqiqi olan şeydir. Məndə şəkli də var onun, bizdə şəkli də var. Lap ləzzət ələrdi ki, onun şəklini göstərəydik. O bir 41 yaşında rəhmətə gedib. Əlzaman adında, Əlzaman. Həmin Əlzamanın da qardaşının oğlu, Vəli Yaxundovun sürücüsü idi, Əziz əmi. Vəli Yaxundovun sürücüsü idi, Əziz əmi. Deməli, bu gedib şəhərə. Kəndçi də kəndçi formasında giyinib də, şalçarıq ayağında, şələ popaq başında gedib 11-12 nömrə tramvay vardı. İşləyirdi Kömürçü bazarının yanı ilə, Azad qadının heykəlinin yanından gedirdi, Dramanın yanından, Qurqaliyev Basinlə gedirdi. Gələndə də həmin yolla gəlirdi. Bizim bazarlığımız həm satmağa üzümü əncili, həm də almağa. Biz Kömürçü bazarına gidərdik, binə qədimidən. Bu indi üzü qışa gedir, gedib özü üçün paldan, paltardan nəsə almağa. Olan şeydir, amma inanmayacaqsınız. Nə siz inanmayacaqsınız, nə də buna baxan inanmayacaq. Amma mənim borcumdur olanını deməyə də. Məsəl üçün, onu yaşlı adamlardan soruşmaq olar. Mən indi onun bir nəfərdə döyülən adamların sayını bir nəfərdə az deyəcəyəm. Adam utanır deməyə. Deməli, tramvayda buna sataşıblar. Görüblər şələ popaq, ayağında çarıq, maryaklar gedirlərmiş, 8 dənə maryak. Biri popağında artıb, biri şalvarında artıb, biri şeyini deyib eləmə. Bunu da bütün Bakı kəndləri tanıyır. Bu güləşçi idi. Toyxanalarda, zorxanalarda cəngi çalınardı Əlzamanın eşqinə. Əlzaman dursun oynasın, güləşsin. Daha ki, belə yer olub ki, orada qarşı tərəf oynan güləşmədən xonçanı gətirib buna veriblər ki, Əlzamana biz bata bilməyəcəyik. Belə qüvvəli adam olub. Deməli, hər şeyə güc elədiyinə görə dişlərinin dibindən qan açılıb, qan axmadan ölüb o. Atam deyirdi ki, əlində bir iri dəsmal vardı, prostina kimi. O ağ dəsmal olmuşdu qıpqırmızı. Qanın qarşısını ala bilmirdilər.
Elm zəif olub. Yəni kənd yeri getməyib dalıcan, qanaxmadan rəhmətə getdi. Deməli maryaklar buna sataşıblar. Biri popağını dartıb, biri şalvarın, biri eləmə. Yığılıb da bura. Onların deyir 8-nə bir dənə yumruğu vurub. Tökülüşüb, boylu kıçısından tökülüşüb yerə. O şimdi Girdavoy polis gəlib tutub bunu yaparıb ki, yoldaşları onun yerindir də, 8 nəfərə deyib, andaman eləyib ki, valla tek döyülmüşüm. İnanmırlar buna ki, mümkün deyil. Maryakı, 8 nəfər maryakı tek adam döysün. İnanmayıblar ki, yoldaşları onun yerindir. Bu görüb inanmırlar. Deyib inanmıysan, deyib yox. Deyib bunlar əzilib, bu heç. Svejisindən 8 dənə bırax, mən bu halda döyüm, sən tamaşa elə. Bu, bütün kətlər bilir bunu. Bax, bu Əlzaman adında adam olub bu. Pəhləvan olub. Pəhləvan olub. Hə. Onun da yaxın dostu, mənim elə babam olub. Mehmet Həsən kişi. O da güləşçi olub. Deməli, həm də dənizçi olub. Dənizçi. Bakı kəndləri dənizin qırağında olanlar bizi Coratdır, Nardarandır, Pirşaxıdır. Biz dolan gərdiş dənizdən olub da. Deməli, nenəm deyir ki, 11 baş küflət olublar. Nenəm deyir ki, Xasbulat uşağı gəlib, hələ deyirdilər. Xasbulat, indi onun adına qaya da var. Abbasqulu qayası var, Xasbulat qayası. Deyir ki, nenəm deyir ki, Xasbulat uşağı gəlib, Əbülfətgili, Əligili balıqdan. Sonra Abbasqulu-gili gəlib, Zəkəriyyə-gili gəlib, bu Mehmet Həsən gəlməyib. Bax, bu öləcək, mən bu yetimlərin qabağında necə dayanacağam? Çıxıram deyir küçüyə, girirəm. Çıxıram küçüyə, girirəm. Bir də görüb qapılar açıldı, Mehmet Həsən kişi gəldi. Bunun mən nə qədər dənizçi olmağına görə deyirəm bunu. Nenəm deyib ki, gəl çıx da, öldük, dirildik ki, səhərdən giririk, çıxırıq. Deyib az Necəfin qızı, qabaq kişilər arvadlarının adını deməzdi. Deyib az Necəfin qızı, gəlib sənə desələr ki, gözümüzlə gördük, Mehmet Həsən kişi batdı, inanma. İndi ən bahalı maşın nədir? Məsələn, Mercedesdir, Jeepdir, nədir? 40 minə, 30 minə, 100 minlikləri demirəm, 30-40 minə. And olsun Allaha. Nenəm qurşağından bayramda bizə çıxartıb yumurta verərdi, qırmızı yumurta. Bərəkətə and olsun. Heç Mercedesin açarlarını versəydilər, o cür sövünməzdik. Biz o qırmızı yumurtada sövünürdük, Qurana and olsun. Özü də bu qırılmış növə çox, nenəm bir dənə. Bunun qurşağı nə boydaydı birəyəm? Hamısına pay verirdi o qurşaqdan. O əlcək nağılında əlcəyə girir, ayı, şiir, pələk. Bu nenənin qurşağı birəyəm nə boyda olurdu ki ya? Məsələn, biz hər öy 7 uşaq var. 7, 9, 6, 7, 9, 6. Hərəsinə bir qənfet verəndə 4 kilo qənfet əliyir. Dolan gərdişləri yayda avqust-sentyabr ayında üzüm pişirib, onun doşabı idi. Qışda yemək, ət varsa mütləq bozbaşdır. Ay qətlet, ay qızartma, ay belə. Qətiyyən iminlə bu noxanada ətimiz var, deməli bozbaşımız var. Bozbaş da hər gün olmur ki. Bax, doşab çörək, əncil çörək, varinə çörək, piskəndə çörək, nişasta çörək. Yəni, bir bizim yox, mənim nenəmin yox. Ümumiyyətlə, gəlir o belə güclü olmayıb. Amma ürəklər o qədər geniş olub ki. Bu 7 uşağı var. Hərəsinin 7 uşağı olanda 7 dənə 7, mən bilən 49 eləyir. Bu belə uşağın pay tikəsini verməyi hər adamın işidir. Allah rəhmət eləsin. Onlar belə adam idi. Biz onların yerişini yeriyə bilmirik. Babamın bibisi oğlu vardı, Sabit Orucov Atayeviç. 17 il SSR neft və qaz sənayesi naziri olub Moskvada, Sabit Orucov. Onun ən yaxın dostu idi Kərim Kərimov, Pirşaxlı, Baykanurun böyüyü. Baykanurda o peçatın vurmasaydı bir dənə raket yuxarı qalxmırdı. Mənim babamın bibisi oğlu idi. Babam rəhmətə gedmişdi, Hacı əmi vardı, Diyanətin atası. Onun xətrini dərya, inan deyim, ölçsəydi, ölərdi, qaldısaydı, belə xətrini istəyirdi o. İndi onun yeri gəlmişsən, ondan bir dənə söz deyim sizə. Allah ölənlər üzrə rəhmət eləsin. Anam mənim saray balnisasında işləyirdi. Sonra bu 21-i, sonra deyirəm, atam gör necə sevirəm olub anama qarşı ki, bu 21-i anamın eşqinə getdi, aldı, getdi. Marşrut yoxdur saraya gedib gəlməyə. İndi bu da əziyyət çəkib, oxuyub. Həm də orada bu uçotda idi. Bu ora getməli idi işləməyə. Getməsəydi bunu cavabın verməli idi. Nöş getmişsən. Atam getdi bunu Saratovdan gətirdi bu 21-i. Cəmi 7000 getmişdi gətirəndə. 67-ci ildə. İndi bu qalsın burada. Anam çıxıb getməyə yol maşını ilə də marşrut yox, bir şey yox. Bir qaz 69 saxlayıb. Deməli, Sabit Orucov mənim anamın atasının bibisi oğludur. Amma
Bunlar onu görüb uşaq vaxtı gedib Moskvada yaşayırdı. Qardaşı da onun Tofiq vardı. Texnikanın qarajının direktoru idi. Bandabazan. Zillər təzə gəlmişdi. Birinci zil gəlib Bakıya 2 dənə. Onun da biri vermişdilər. Bir Novxanlı MSP-nin direktoru vardı. Filankəsə. Həmin o zildə Əhməd Aradadırda zil var. O həmin zildir çəkilib ora. O kinoda. Hə. Deməli indi onu qoydu qırağa. Mən buradan qoyub ora keçəndə sonra soruşuram ki, harda qaldın? Öydə deyirlər ki, 4-ün dimisən, qoyub keçmisən, nə bilək harasında qaldın. İndi anam çıxıb kəntin qırağına, saraya getməyə, işə. Marşrut yox, bir şey yox. Gördüm deyir ki, bir dənə qaz 69 saxladı. Anam üçün saxlayıb da. Oturub. Öyle deyir, biraz aralanmış deyir. Dedi ki, ay qızım, bir yana hayana gedirsən? Yanvarın ikisi olub bu hadisə. Yanvarın ikisi. Yerdə də bir qarışdan yuxarı qar var. Qapa bir torağayın da ləpiri yoxdur. Deyib, ay qızım, hayana gedirsən? Dedim, deyir ki, işə. Harada işləyirsən? Qəribə gəlib, ona yerdə bir qarış qar, arvad xeylağı gedir. Anamın da 43-44 yaşı vardı. Deyib ki, sarayda. Elə sarayda, balnisada. Ki, rəhmətlik, bugün televiziyada zatda hələ bir adam yoxdur deyim sənə ki, filankəsə oxşayırdı. Maşını tutub oturur deyə. İri adamdı. Çox iri. Kərim Kərimov da elə bunu kimi idi. İri, çox iri. Deyir, belə çətinliklə biraz döndərdi özünü, dönə bilmədi. Qayıt ki, bəs sən urağa qızım, neylə gedib gəlirsən? Deyib, elə deyib, belə. Kimin qızısan? Deyib, Kəlmin Meytinin. Nə? O Kəlmin Meytinin mən bibisi oğluyum. Mən Sabit müəllim. Sabit müəllim, xoş, 5-15. Aparıb anamı düşürdüm ballisanın qabağında. Sonra o bizdə 2 dəfə oldu. İndi mən biraz yalan danışacağam, biraz yalan. Sonra düzəldəcəyəm yalanımı. Anam deyir ki, səhər apardı mənə düşürtdü orada. Axşam işdən gələndə 85 nömrəli avtobusla gəldim. Gedib gecə ilə açdırmışdı marşrut ki, nə danışırsınız? Mənim qohum-ağrabəm tökülüb qalıb, Gənclik, Novxanı, Saray. 85, anam gecə ilə açılmamışdı, yalan deyirəm bunu. Anam deyir ki, 3-4 gün keçdi. Mənim onda 13-14 yaşım vardı. 3-4 günə 85 açıldı. 85-də də Leyla gedir, Leyla gəlir. Deyiblər, adam yoxdur. Deyib, canı çıxsın, nə yolla olur olsun, Pakırbat Əliyun onun planını, o avtobus işləyəcək. Hələ işlədi də. Onda da avtobazanın direktori, o da pirşaxılı idi. Bizim dövrümüzdə uşaq gəlib cırmaqlayıb çıxırdı üstüvə, təpikləyirdin atın yanında. Olmaz, uşağı götürəsən, qucağı var. Nə danışırsan? Bir bizdə deyil, ümumiyyətlə belə idi. Böyücün yanında, biz and olsun Allaha, atamın yanında çörək yiyənmirdik. Ya əlimizdən qaşıq düşürdü, ya özümüzü idarə eləyənmirdik. Atamda o qədər vahimə vardı. Hər kəsənin atası, anası özü üçün bir əlçatmaz zirvətdir. Bir bizdə deyildi. Həsəndə də, Hüseyndə də, Pirvəlidə də. İndi, məsəl üçün, mən indi bacardığım qədər atamda gördüyümü bu öydə saxlamışam. Məsəl üçün, uşaq var, atasına deyir ki, spичку və sigaretimi yandırım. Elə bu formada da əksəriyyəti belədir. Biz bacarmışıq Karinnoy o dedəbinə ki, kənd adamı var ha, ki, o adət-ənənəni saxlayaq. Məsələn, o adət-ənənələrdən də biri, məsələn, bizim uşaqlar avtobusa qabaqda 3 cərgə, sidenlik boşda olsa dalda dayanacaqlar, qabaqda oturmayacaqlar. Daldan minib, daldan da istəyir kompasirov çıxıb indi bilet, nə olur, nə olsun. Arxadan minəcəklər, arxadan da düşəcəklər. Qabaq qadınlarındır. Bizdə qabaqda kişilər gedib oturmaz. Yəni özlərinə sığışdırmırlar heç. Ora qadınların yeri. Məsələn, Novruz bayramına 20 gün, 1 ay qalmış, biz yumurta döyüşərdik. Çülüngəğacı onların özdə günləri vardı. Məsələn, xəbər gələrdi ki, Qarabağdağda başlayıblar çülüngəğacıya. Keçin çülüngəğacıya. Sonra aşıq vardı, çülüngəğacı vardı, çərpələn uçurdumaq vardı. Sonra da yumurta döyüşmək vardı. Sonra İpəçxanlar gələrdi, onların da bir pəhlivanı olurdu, bir də çalanları, dumbul, qarman, qoşa. Sonra bir də keçi formasında bəzəyərdilər birini, quyruq zat da qoyardılar ona. O gəzərdi, cəmaat görün baxım ələrdi ki, bunlar da 6-7 nəfər gəliblər. Kənddə onlar görürsən ki, bir həftə, 10 gün qalardılar. Kəntin mərkəzində meydan deyən yer var, meydan deyən yer. Orada genişlik çox idi. Orada gəlib qurardılar o İpəçxanların belə şalmandan qurardılar. Sonra orada pəhlivanlar oynayardılar. Bunları vardı. İndi onlar yoxdur. Yumurta döyüşmək yoxdur. Çox şeylər dəyişmək. Gedirsən öyə, məsələn bir şeydə mənim bəzi şeyə gücüm çatmır öydə. Niyə?
Gedib 10 manat, 12 manat verib 3 kilo, 2 kilo gücün çatan qədər ət alıb gətirirsən, bozbaş bişiriləcək, bozbaş yiyəcək. Bunların zibillərini mən atıram. Zibilin içində görürəm, nə yiyiblər bunlar? Sasiska. Zalım oğlu, ət almışam, ye əti də. Bu hacı gedənlər o vaxtı mənim babam, deməli, Kəlbə Sultan, Kəlbə Meyti, Kəlbəlvərdi, Kəlbə Aydın, bir də Kəlbə kim? Bunlar 5-i bir gediblər. 5-i bir gediblər. Bu Aydına deyiblər ki, sən də gedməlisən. Bilirsən, qabaq kişilər ölçü vahidi nə olub? Məsələn, necə indi kilodur, qabaq girvənkə idi. Hacı gedmək elə, mənim pulum var, gedək yox. Taxılı zəmisi bitib, deyiblər ki, sənin boynuna hac gəlir, gedməlisən. Sən qaçmağa yerin yoxdur. O şimdi Aydın əminin taxılı bitib, deyiblər, Aydın gedməlisən. Baş qaçırdım, gedməyib. Hə gedməyib. Özü deyir ki, gördüm dayı, qaçırda bilmirəm özümü, gedməliyəm. Bunlar da yol xureyi, ora qətrət götürməyəcəksən ki, 6 aya gediblər. Buradan Hacıqabıla çatmamış, ya yerə yiyəsən oracan, ya torlayasan pəs sonra. Bunların deməli soy payoku nə olub? Çətənə ilə buğdanın qoğrulmuşu. Çətənə ilə buğdanı qoğururdular. Sonra onu değirmanda, onun xodu vardı, əliyirdilər, xırdalaşdırırdılar. Ona bir az doşab qatırdılar. Adı olurdu onun quvat. Yəni qüvvət sözündən diyor. Yumru əliyirdilər onu ki, yəni küləkdə, sazaqda, qarda at ağzı var, atın üstündən daha düşüb süfrə saldığı yoxdur. Belə. İndi bu rəhmətli Aydın əmi torbasından bir çəp yel tutub bunları, çəp yel. Rəcbər adamdır da əkimsin, əlləri mənim əlim kimi kobud. Məsələn, bizlərin əlində su dayanmır. Nöşün, çıxa bilmirsən, əyri-üyrüd barmaqlar su axıb gedir. Aydın əmi əlin salıb torbaya ki, bığda çıxartsın, yol gedə yesin, ağ yel girib əlindən aparıb. Bir gətirib, görüb yoxdur. 2 gətirib, indi bu haca gedir. Deyib əşi, köpək oğlanları qoyarlar bəyəm oturum öydə. Oturmuşdum xarabamda da, mənim nə işim vardı? Haca gedən bunu deməz, axı yerək sırf ürəklə. Deyib, köpək oğlanları qoyurlar bəyəm. Oturum xarabamda, oturmuşdum da, deyir xarabamda. Yorulmaq sözünü mənə hələ çatmır ki, necə yorulur. Və doğrudan yorulmaq biz bilmərik. Yəni, amma indi uşaqlar var, görürəm ki, filan işdən ötürü, görürsən, əliyə bilmir, gedir, adam gətirir, ələtdirir. Biz özümüz olmuşuq. Günü bu gündə əkimimiz, biçimimiz, əllə, hamısı əllə əliyərik. Xiyarı, pomidoru, lobyanı, bu təsərrüfatı özümüz əkərik, özümüz işlədərik. Nizam tərəzisi var, o zerkal nisredini deyirlər, kökləmək var, ələ danışırsan yerək ki, nə şiş yansın, nə kebab. Nə belə çalıb oynamaq olar? Nə belə çalıb o? Nə belə xalqar istiyorlar? Novxanada cəmi 5 dənə qaz 21 Volga vardı. Hindi hər qapıda 3'ü var, 2'si var. Nöşün? Onlar zəhmətlə alınmayıb. Bankdan pul götürür, ged maşın al. Bu harda yazılıb? Hansı günü və ağlayıb, gülüb oynayırsan? Məsələn, mən öz payıma deyirəm, Ağaxanla mən dost olmuşam. Bu muğam müsabaqələri var. Hansını onu tut YouTube'da bax, mən onların hamısında olmuşam. Əlbubə əminin lap yanında. Baba, Əlbubə əminin cərgəsindən sağda, solda. Mənə qəribə deyirdilər ki, ora bileti necə tapırsan sən? Deyirəm, əşi, əraq içmirəm, sigaret çəkmirəm, nə eləmirəm. Mənə danlayırlar belə, deyirəm, əşi, bu da mənlik deyil də bu. Əmim quş saxlayırdı. Atam deyirdi ona ki, Əli gənə quş saxlayırsan, Noruz bayramında gəlib atama deyməyə, Qaragünün ağzını qoymur deyə açmağa. Əli quş saxlayırsan, o da hə demirdi də, hayabır vardı, əliyirdi. Deyirdi ki, ona verdiyi verərsən, 10 dana toğ saxlarsan, yumurtlar, barar. Çıxanda mənə deyirdi, ona deyilən ki, atamsın deyirdi, qardaşına. Deyirdi, ona deyilən ki, o bilənləri mən də bilirəm, xəstəyəm mən, neyniyəm? Deməli, Xızıya gedəcəklərmiş, Ağxan gili. Gedəcəklərmiş. Deyib ki, Hacı Maillə, Allah ikisinə də rəhmət eləsin. Deyib ki, Hacı, öydən mənə petruşka tapşırıblar, boş pişirəcəklər. Bir dənə onu göndərim öyə tez gedək. Deyib, əşi, gecikirik, 1 saatda yolumuz var belə. Deyib, 2 dağıya, indi tanıyırlar onu. Kiməsə deyib ki, alıb verib 4-5 dəstə petruşka ki, bunu verib bizə. Alıb deyib ki, qapıda kişi var, məni kim qarşılayacaq kişi var. Deyib, öydəki, səni kim qarşılayacaq, sənin onunla işin olmasın, qapıya gedən kişi olsun. Gör, nə deyib, qapı, yəni,
Lap qadın gəlsin. Sən eğer salamat adamsan, sən Petruşluyu ver qayıtdalı da sənin neyvə yereydi səni qarşılayan kimdir? Bu deyib ki, yəni kişi olsun ha, mənə qarşılayan. Atası piyanistçi olan kişi uşağına necə deyə bilər içmə? Bir uşaq, bunların qida məhsulları, əsas yemək məhsulları xurma olur. Uşaq xurmanı yiyir, çıxartmır. Atın yaxşı, anın yaxşı, tumunu çıxart, öldürər səni, tumunu çıxarta bilmir. Suraqlaşırlar ora, bura, neyniyək, deyiblər ki, məsəl üçün, bir 400 kilometr buradan uzaqda. Məsələn, Naxçıvanda bunun bir axund var. O dua yazsa ancaq o çarələr buna. Ata, ana uşağı götürürlər, bağlaşdırırlar özünü at araba vaxtında Naxçıvana. Gedirlər, suraq tapırlar bunu. Ay əmi, bu uşaq xurmanı yiyir, tubunu çıxartmır. Bizdə də Gedəbeydə ikinci kərtop çörək olan kimi, bizdə əncil, piskəndə üzüm olan kimi, onlarda da indi xurma olub, əsas yemək qida mənbəyi. Bu tubunu çıxartmır, öldürəcək bunu. Deyib, mümkündür. Amma gedin, sabah gəlin. Deyiblər, Novxanıdan gəlmişik. Ya, məsəl üçün də, Bakıdan 500 kilometr. Yalvar, yaxar, deyib, mümkündür. Deyib, mümkün deyil, gedin, sabah gələrsiniz. Bunlar pərt çıxırlar, gəlib indi ağac altında, harda gecəliyirlər, səhər gedirlər. Sözümün canı var. Səhər gedirlər, oturdur uşağı, deyir, xurmanın öz tumunu çıxartamır. Deyir, çıxartamıram da. Yaxşı. Ruçkasının vərəğini gətirirlər. Və cəhəlna min beyni eydihim səddən və min xəlfihim səddən fəxşeynahum fəhüm laibsirun. Püşür boyur popağına. İraz, Gülçörə, xurmanı gətir oradan bura. Nəlbəki də gətirir, xurmanı qoyur. Deyir, yiyir, tumunu çıxardır. Yiyir, tumunu çıxardır. Arvaz buna pay, tikə, xonça, xələt öləcəkdi də yoxsa. Sağollaşanda deyir ki, kişi, mənim sənə bir sualım var. Deyir, buyur. Deyir, bunu dünən əliyəydi. Çıxad edəydik də, bizi əziyyət verdi. Bunu açıqlamasın ver bizə. Deyir, öydə gördüyünüz xurmanı. Mən dünən xurma yiyirdim, çeçədim, birinin tumu getdi qarnıma. Mən dünən bu duanı yazsaydım, onun kəsəri olmayacaqdı. Mən gözlədim, o tum məndən xaric oldu, yazdım belə. Sözümün canı ki, atağın, anağın gərək özünün defekti olmasın. Uşağa desin ki, dincot. Atağının özü problem içində. O uşağına desin, o uşağı ona baxmayacaq. Bu gün belədir də, bu gün belədir. Deməli, bu kənd dolanırdı çəpər satmaqla. Kənddə adama 300, 400 dənə çəpər qırırdılar. Dəriz, çəpər yox, çəpərdən dəriz düzəldirdilər. Deməli, tikan çəpəri, dərizi 30 köpəyə idi. Qəçəş dərzi 50 köpəyə. Şəhər adamı gələrdi, şəhər adamlarından da biri, bilirsən kimdir? Rəhmətli Bəhram Mansurov. Eldar Mansurovun atası. Eldar Mansurovun, yeri gəlmişkən deyim, Eldar Mansurovun anası Mehmet Əmin Rasulzadənin xalası qızıdır. Eldar Mansurovun anası. Onlar gələrdilər, onlar müştəri, necə süt müştərisi kimi müştəriləri vardı. Gələrdilər, buradan tikan alardılar. Bağda, Novxanıdan baxırdın, görədilin bağları görsənirdi. Bir dənə öy neydi, bir dənə hasar neydi, qəti, kümə. Deməli, imkanlının küməsinin üstünə tol çəkərdilər, qara kağız, taxta mıxlardılar. İmkansız 5 dənə şalman bastırırdı, yerin döşəyirdi, yanına tapan deyirdilər. Qəçəşdən dəriz bağlayırdı ki, ayaq üstə dirananda buracan görsənməsin giyinməyə. Və salam, öy neydi, hasar neydi? İndi hasar çorladı bu işləri. Novxanlı Mirzəbala olub. Avtoritet qəzetində onun haqqında böyük statyası var. Avtoritet qəzetində. Mirzəbala Novxanlı. Bakıda 2 dənə zim olub. 3 dənə nələş şeytana. Biri Mirzəbalada olub, biri Bülbüldə olub, biri də Bacirovda. Mirzəbalanın maşının nömrəsi olub 7799. Mirzəbalanın. Mirzəbala nə üstündəsə düşüb türməyə. Mirzəbalasın türməyə dəvətnamə gedib ki, Baladayının oğlunun toyudur. Mirzəbala o türmənin böyüyünə söz alıb, girib yanına, deyib ki, belə bir adamın toyudur, mən ora getməliyəm. Türmədədir, deyib, mən ora getməliyəm. Gedə bilərəm, yox ha, deyib, mən ora getməliyəm. Yəni, başa salıb onu ki, neyin bahasına olursa olsun, mən ora getməliyəm. Deyib, Mirzəbala, deyib, sən öl, salamat gedib, salamat gələrəm. Deyib, sən öl, salamat gedəcəyəm, salamat gələcəyəm. Türmədən Qaz 51 ilə 40 nəfər adamla çıxıblar, gəliblər, öyə xəbər göndərib ki, Əzizbalanı giyindirin. Mirzəbalanın oğlunun adı Əzizbala idi.
Düşüb öylərinə də getməyib. Gəlib maşının qapılarında saxlayıb. Tret paralelində. Gətirib saxlayıb. Uşaq yolda mindiriblər uşağı, gediblər Maşdağıya toya. Toyda yeyiblər, içiblər, istirahatlıqlarını eləyiblər, toya tamaşa eləyiblər. Sonra toydan qazanlarda yemək qoyublar türmədəkilər üçün. Gətirib əziz balanı düşürdüm, gedir. Bunu cavan uşaqlara deyərsən, deyər ki, əminin başı xarab olub əlbətən, səs eləməyin, əminin başı xarab olub. Olan şeydir bu. Bu Avtoritet qəzetində yazılmaqla yox, bunu kişilər danışır, belə olub bu. Seyid Hüseynin arvadını göndərirlər Permski oblast Qorod Kungur. Bilirsən haradır ora? Orada Ağaydan başqa heç nə yoxdur. Gör haraya? Permski oblast Qorod Kungur. Orada torpaq qatıq kimidir, dələmə kimi. Gedib orada Pilaramada. Gör kimin qızı? Acarın birinci katibinin qızı Permski oblast Qorod Kungurda mişarla şalman kəsir mişarlayır. Onu oradan bıraxanda gəlib 2 aya gəlib öylərinə. Deyir özü ki xatirələrində. Əgər öyümüz bir 10 metrədə uzaqda olsaydı mən yıxılacaqdım. Öydə bunu girib öyə tanımayıblar. Gör insanlar necə zülmə dözən, gör necə iddialarından dönməyən, gör necə gözəl insanlar olublar.